Bismillahirrahmanirrahim və bihi nəstəin. Ramazan ayının fəziləti mövzusu davam edir. Ramazan ayının bu bərəkətli günləri, orucluğun bu gözəl günləri insan gözəl əməllər yerinə yetirməyə çalışır. İstəyir ki, Allah dərgahında daha çox fəzilət və savab qazansın. Təbii ki, hər bir insan etdiyi əməllərin bəhrəsini, gözəl nəticəsini görmək istəyir. Orucluğun faydalarından biri insanın iradəsini möhkəmləndirməsidir. Həqiqətən də insan Ramazan ayında oruc tutarsa və orucuna diqqət edərsə, insan iradəsini möhkəmləndirər. Səbəb budur ki, oruc tutan insan Ramazan ayının günlərində bir çox, hətta digər aylarda ona halal olan nemətlərdən çəkinir və bunun üçün iradə lazımdır insana. Bəzi insanlar haramlardan belə çəkinməyi bacarmırlar. İradə zəifliyi var, iradələri zəifdir. O baxımdan bir çox insanlar nəinki halallardan, haramlardan çəkinməyi belə bacarmırlar. Amma bir insan Ramazan ayında oruç tutursa, Allahın vacibatını yerinə yetirirsə, bu o deməkdir ki, gündüzlər Ramazan ayının günlərində insan hətta halal nemətlərdən belə çəkinir. Yəni Ramazan ayında göstərdiyi o cəhd ki var, insan göstərir, o iradə ki var, insan əldə edir və insanın iradəsini möhkəmləndirir oruç tutmaq. İnsan bu möhkəm iradədən digər aylarda da gərək istifadə etsin. Yəni digər aylarda bu iradədən istifadə etmək daha asan və rahat olar. Nəinki Ramazan ayında. Çünki Ramazan ayında insan həm halallardan, həm haramlardan çəkinməlidir. Amma digər aylarda təkcə haramlardan çəkinsə kifayət edər. O baxımdan bu böyük bir fayda olar insan üçün ki, insan Ramazan ayında öz iradəsini möhkəmləndirsin və bu möhkəm iradədən digər aylarda da istifadə etsin. İkinci faydamız orucluqdan bu ola bilər ki, insan orucluqda, Ramazan ayında Allahla barışmağı və səmimiyyəti bacarsın. Hər bir günah edən insan sanki Allahdan bir qədər uzaqlaşır. Səmimiyyət pozulur. Səmimi insan Allahla səmimiyyəti bu cürlə olmalıdır ki, Allaha qarşı isyan etməsin, günah etməsin. Allahın buyurduğu haram işləri yerinə yetirməsin. Hətta bu fikirlə ki, sanki Allah onu görmür. Hər bir yerdə insan hər hansı bir əməl yerinə yetirsə, Allah onu görür. İnsan həmişə diqqət etməlidir ki, harda hər nə edirsə, Allah onu görəndir. Bu baxımdan səmimiyyəti pozulubsa digər aylarda, Allahla barışıq, mehribançılıq pozulubsa, insan bu ayda onu bərpa etməyə gərək çalışsın. Çünki bu ay Allah ayıdır. Bu ay mübarək bir aydır. Bu ay Allahla insanlar arasında barışıq və səmimiyyət yaratmaq üçün bir vasitədir. Bu baxımdan insan Allaha məhəbbətini gərək artırsın. Hər nə əməl yerinə yetirirsə də Allaha məhəbbəti olduğu üçün yerinə yetirsin. İsa əleyhissalam, Allahın salamı ona və Peyğəmbərimizə və Peyğəmbərimizin ailəsinə olsun. Görür ki, bir dəstə insan ağlaya-ağlaya ibadət edirlər. Birinci dəstədən İsa əleyhissalam soruşur ki, niyə belə ağlaya-ağlaya ibadət edirsiniz? Buyururlar ki, biz cəhənnəm qorxusundan ağlayırıq. İkinci dəstədən soruşur İsa əleyhissalam, yəni ikinci dəstəni də görəndə ki, bunlar da ağlaya-ağlaya ibadət edirlər. Soruşur ki, siz niyə ağlaya-ağlaya ibadət edirsiniz? İkinci dəstə deyir ki, biz cənnət şövqündən ağlayırıq ki, Allah Taala bizə ibadətimiz müqabilində cənnət verəcək. Üçüncü bir dəstəni İsa əleyhissalam görəndə ki, bunlar da ağlaya-ağlaya ibadət edirlər. Onlardan soruşanda ki, siz niyə ağlaya-ağlaya ibadət edirsiniz? Onlar deyirlər ki, biz Allaha məhəbbətimizdən ağlayırıq. Və İsa əleyhissalam
üçüncü dəstəyə buyurur ki, siz Allaha daha yaxınsınız. Çünki Allaha məhəbbətiniz var. İnsan Allahın məhəbbətini qazana bilsə, səmimiyyəti ilə, Allaha tərəf getməklə, barışığı ilə Allah Taala da insanı sevər və insana məhəbbət bəsləyər.